İtalyalı və Şotlandiyalı alimlər Giza piramidlərinin altında piramidlərin özündən 10 qat daha böyük və geniş bir yeraltı şəhəri tapdıqlarını iddia etdilər və okeanın dibinin xəritəsini çıxardıqları kimi ultrasəs sistemi ilə piramidaların altının yüksək keyfiyyətli 3 ölçülü görüntülərini yaratdılar. Məsələni ətraflı araşdıranda isə tapdıqlarımdan heyrətləndim və bu videoda sizlərə araşdırdığım heyrətamiz məlumatlardan danışacağam. Çox yaxın zamanlarda Giza piramidlərinin altında 2 kilometr dərinliyə çatan 8 şaquli sütun kəşf edildi. Bu sütunların gizli bir yeraltı şəhəri ola biləcəyi təxmin edilir. Qəribə olan isə piramidaların içində 5 ədəd girişə oxşar otaq tapılıb və bu otaqlar tunellərlə bu sütunlara bağlanır. Sütunların altında isə nəhəng kub formalı otaqlar kəşf edilib. Bu sütunlar qədim Misrin sirlərini qoruyan gizli otaqlara açılır, yoxsa qiyamət günü üçün hazırlıqdır. Bəli, əslində tarix kitablarından öyrəndiklərimizə görə Misir piramidləri fironların məzarıdır. Amma bu məlumat müasir kəşflərlə üst-üstə düşmür. Çünki bütün fironların tabutları Krallar Vadisində tapılır və qəribə olan şey var ki, bu sütunlar yeni kəşf olunmayıb. Bəli, düz eşitdiniz. Ən böyük tarixçilərdən biri sayılan Herodot çox bundan əvvəl Misir piramidlərinin altında böyük sütun formalı boşluqlar olduğunu demişdi. Onun dediyinə görə bu boşluqları Nil çayı açmış, insanlar isə əllə genişləndirmişdi. Əlbəttə bu məlumatların doğruluğu mübahisəlidir. Çünki bu sütunlar 2 kilometrə qədər uzanır. Bu isə piramidaların özündən 10 qat daha uzundur. Yəni Giza platasının altında nəhəng bir yeraltı şəbəkə ola bilər. Əlbəttə, Xeops piramidası hər hansı bir yerdə yerləşmir. Piramidanın küncləri 4 səmti göstərir və piramidanın yerləşdiyi enlik isə 29.9792 dərəcə şimal enliyidir və maraqlı olan işığın havasız mühitdə sürəti 299.792 km/saniyədir. Yəni Giza platasının altında qədim dünyanın ən böyük mədəniyyəti ola bilər. Hətta bəzi fikirlərə görə bu şəbəkə insanlardan əvvəl yaşamış şuurlu varlıqların düzəltdiyi tikililərdir və piramidlər onları gizlətmək üçün tikilib. Ümid edirəm ki, bir gün bu sirri öyrənərik.